Özünüz qalmadı ki. Ha, ben danışına gelip bir hafta danışam. Apardılar, çatsa çıxartdılar. Gorod Lübes. Onun ətrafında vayni ças vardı, raketli bazaydı. Orada qulluq elədim. İndi bir söz de deyim ki, o vaxtı mənim şəklim getdilər bir şərəf lövhəsinə asdılar. Soruşdum ki, bunu niyə asmısınız? Əskiyyətdə olan söhbətdir, başıma gələn. Mən yaxşı qulluq elirdim, həm texnikanı yaxşı bilirdim, həm idmanda yaxşı idim, 90 kilo qaldırırdım. İdmanda hörmətim vardı şeydə, divizyonda. Dedim, onu niyə orasmısınız? Dedilər ki, bəs səni Komünist Partiyasına keçirdəcəyik. Mən şəkili oradan öz şəklimi asanca datdım, götürdüm, çırdım, atdım. Baxdılar, gördülər ki, mənim şərəf lövhəmdə adım yoxdur, şəklim yoxdur, Toys. Yoxdur, mənə başladılar ki, sən onu orada niyə götürdün? Gördüm ki, mən bunlar oradan götürməm, bunlara pis gəlib ki, öz şəklini oradan götürüb. Gördüm, başımı qurtarmaq üçün bilməm, beynimə, fikrimə yerləşdilər. Dedim, Leylin o vaxtı Komünist Partiyasının üzvü olmuşdu, deyirlər yox, deyim, mən də olmaq istəmirəm. Əsas oldu ki, tez vətənə qulluq eləyəsən. Bu ilə məndən əl çəkdilər.